Salam dostlar, bu da bizim 19-cu dərsimiz. İlk öncə keçən dərsin ev tapşırıqlarına baxırıq. Birinci tapşırıqda cümlələri tərcümə etməliydik və ilk cümləmiz belədir. Fuad çayı kofedən üstün tutur. Olacaq, Fuad prefers tea to coffee. İkinci cümlə, mənim bacım qızı xaricdə yaşamağı planlaşdırır. Olur, my niece plans to live abroad və yaxud da my niece intend to live abroad. Yəni biz burada planlaşdırır sözünü həm plans, həm də intends olaraq işlədə bilərik. Üçüncü cümlə, biz həftə sonu birlikdə kinoya baxmaq istəyirik. Olur, we want to watch a movie together at the weekend. Dördüncü cümlə, o valideynlərini səbirsizliklə gözləyir və yaxud da o valideynlərini görməyi səbirsizliklə gözləyir. He looks forward to seeing his parents. Beşinci cümlə, biz işləyəndə o həmişə evdə istirahət edir. Olacaq, when we work, she always relaxes at home. İkinci tapşırıqda isə verilmiş sözlərdən cümlə qurmaq lazımdır. Və birdəki sözlərlə biz he walks his dog in the park, ikidə verilmiş sözlərlə her nephew plans to live abroad, üçdəki sözlərlə isə Eileen looks for her new watch cümləsini qururuq. Üçüncü tapşırıqda isə cümlədəki səhvləri tapıb düzəltmək lazımdır. Məsələn, birinci cümlənin səhvi abroad sözünün qarşısında to-nun işlənməsidir. Xaricə gedirəm deyəndə olur sadəcə go abroad. İkinci cümlənin səhvi isə Amerika sözünün qarşısında in sözünün işlənməməsidir. Yəni Amerikada demək istəyiriksə olmalıdır in America. Üçüncü cümlənin səhvi isə tea və water sözlərinin arasında at sözünün işlənməsi idi. Biz burada prefer dediksə, yəni nə isə nədənsə üstün tuturuqsa, onda ortada to işlətməliyik. Ev tapşırıqlarımız aydın oldusa, keçək yeni dərsimizə. İlk sözümüz normalda. Bu şəkildə yazılır, normally deyilir, normally. Və bu zaman zərfi cümlənin əvvəlində və ya mübtədadan sonra işlənir. Məsələn, normalda mən evə gec gəlirəm. Olacaq, normally I come home late və yaxud da I normally come home late. Digər sözümüz nadir hallarda, hansını ki daha öncə keçmişdik və bu sözün sadəcə really olaraq tələffüz olunduğunu demişdim, amma bu söz həm də rarely olaraq da tələffüz olunur, rarely. İndi məsələn desək, mən onu burada nadir hallarda görürəm. Olacaq, I rarely see him here və yaxud da I rarely see her here. Yəni biz burada onu sözünü kişi cinsində desək, olur him, qadın cinsində desək, olur her. Digər sözümüz çox nadir hallarda. Yazanda belə yazırıq, deyəndə isə once in a blue moon deyirik. Once in a blue moon. Məsələn desək, o xaricdə yaşayır, ona görə də mən onu çox nadir hallarda görürəm. Olacaq, she lives abroad, so I see her once in a blue moon. Və bu ifadənin içindəki blue sözü mavi, göy deməkdir. Moon sözü isə ay deməkdir. Yəni bu sözləri də öyrənin ki, sonra qarşınıza çıxanda biləsiniz. Digər sözümüz satmaq. Yazanda belə yazırıq, deyəndə isə to sell deyirik, sell. Məsələn, demək istəsək, mən maşınımı satıram. Birinci deyirik, mən satıram, I sell, ondan sonra da maşınımı, yəni my car. Deməli, cümləmiz olur, I sell my car. Amma indi maşını kimə satdığımızı demək istəsək, yəni cümləmiz olsa, mən maşınımı ona satıram. Birinci deyirik, mən satıram, I sell, ondan sonra ona, baxın burada ona sözü kişi cinsindədirsə olur him, qadın cinsindədirsə olur her. Ondan sonra da yenə deyirik maşınımı, yəni my car. Deməli, cümlənin tərcüməsi olur, I sell him my car və yaxud da I sell her my car. Gördüyünüz kimi biz burada to sell feilindən sonra maşını kimə satdıqsa onu dedik, ondan sonra da nə satdığımızı. Amma istəsək, biz bunların yerini dəyişə bilərik. Yəni, birinci maşını deyə bilərik, ondan sonra da kimə satdığımızı. Amma bu zaman həmin şəxsin qarşısında to sözünü işlənir. Yəni, cümlə olur, I sell my car to him və yaxud da I sell my car to her. Amma indi satdığımız şeyin qiymətini demək istəsək, yəni cümləmiz olsa, mən maşınımı $5000 satıram.
Onda yadda saxlayırıq ki, qiyməti demədən öncə for sözünü işlənir. Məsələn, cümləmiz olacaq: I sell, yəni mən satıram, sonra nə satıram? Maşınımı, my car, sonra da qiyməti deməliyəm, amma bunu demədən öncə for sözünü işlədirik. Yəni olur for $5,000. Və burada 5000 demək istəsək, yadda saxlayırıq ki, 1000 sözü bu şəkildə yazılır, 1000 deyilir. Yəni 5000 demək istəsək, elə Azərbaycan dilində olduğu kimi. Birinci 5 deyirik, 5, ondan sonra da 1000 sözünü, yəni 1000. Deməli 5000 bu şəkildə yazılır, 5000 deyilir. Və yaxud da bir qarışıq rəqəm demək istəsək, məsələn 4951. Baxın, burada Azərbaycan dilində necə demişiksə, ingilis dilində də eyni qayda ilə gedəcək. Yəni birinci deyirik 4000, 4000, sonra 900, 900, sonra 51. 50 sözü olur 50, bir də 1. Deməli 4951 olur 4951. Amma indi 4951 yox. 14951 demək istəsək, burada dəyişən nədir? Sadəcə 4. Yəni artıq 4000 yox, 14000 deməliyik. Bunu da demək üçün birinci 14-ü deyirik, 14, ondan sonra 1000, 1000, sonra da 900, 951, 51. Yəni 14951 olacaq 14951. Amma indi desək, mən maşınımı ona $7000 satıram. Yəni eyni cümlədə həm kimə satdığımızı deyirik, həm də neçəyə satdığımızı. Bax, bu cümləni iki şəkildə tərcümə edə bilərik. Bir, deyirik, I sell my car to him for $7,000. Bir də I sell him my car for $7,000. Bunlar arasında fərq nə oldu? Birində öncə nəyi satdığımızı dedik, ondan sonra kimə satdığımızı və belə olan halda biz onun qarşısında to işlətdik. Digərində isə öncə kimə satdığımızı dedik, sonra nə satdığımızı və qiyməti də hər ikisində sonda deyirik və qarşısında for işlədirik. Deməli, bu cümləni biz hər iki formada deyə bilərik. Hansı sizə rahatdırsa o şəkildə də deyin. Sonra digər sözümüz danışmaq, söhbət etmək. Bu şəkildə yazılır, to talk deyilir, talk. Məsələn, mən söhbət edirəm və yaxud da mən danışıram, olur, I talk. Amma indi desək, mən bacımla söhbət edirəm və yaxud da mən bacımla danışıram. Onda yadda saxlayırıq ki, kimləsə danışdığımızı və yaxud da söhbət etdiyimizi demək istəyiriksə, talk sözündən sonra to və yaxud da with işlədirik. Yəni cümləmiz olur, I talk to my sister və yaxud da I talk with my sister. Və biz bu cümlədə həm to, həm də with işlətsək də, bunlar arasında kiçik bir fərq var. Belə ki, talk feilindən sonra to işlədib, sonra kimisə desək, bu əslində kiməsə danışmaq mənasını verir. Amma talk feilindən sonra with işlədib, sonra kimisə desək, onda olur kimləsə danışmaq və yaxud da kimləsə söhbət etmək. Yəni biz burada I talk to my sister deyəndə əsas danışanın mən olduğunu başa düşürük. Yəni mən danışıram, bacım qulaq asır. Yox, əgər desək I talk with my sister, onda olur mən bacımla danışıram. Yəni hər ikimiz danışırıq, söhbət edirik. İndi belə bir sual yaranır ki, bunlar arasında fərq var idisə, onda mən bu cümləni niyə həm to ilə işlətdim, həm də with-lə? Buna səbəb gündəlik danışıqda daha çox to-dan istifadə olunmasıdır. Yəni, mən burada bacımla söhbət edirəm deyəndə əslində olmalıdır I talk with my sister. Amma mən burada I talk to my sister desəm, o da eyni mənaya gəlir. Yəni, gündəlik danışıqda bunlar arasında elə böyük bir fərq yoxdur. Hansını istəsəz deyə bilərsiniz. Digər cümləmiz, mən telefonda qaynanamla danışıram. Birinci deyirik, mən danışıram, I talk, ondan sonra qaynanamla. Yəni, to my mother-in-law və yaxud da with my mother-in-law. Yəni, qaynana sözü ingilis dilində bu şəkildə yazılır, a mother-in-law deyilir.
mother-in-law. Və bundan sonra deməliyik telefonda. Və telefon sözü bilirik ki, fondur, amma telefonda olur on the phone. Deməli, bu cümləni biz həm I talk to my mother-in-law on the phone, həm də I talk with my mother-in-law on the phone deyə bilərik. İndi biz burada qaynana sözünü öyrənib, digərlərini öyrənməsək bizdən inciyərlər. Deməli, qaynata sözü ingilis dilində bu şəkildə yazılır. A father-in-law deyilir. Father-in-law. Qayın, yeznə və yaxud da bacanaq sözü ingilis dilində bu şəkildə yazılır. A brother-in-law deyilir. Brother-in-law. Kürəkən sözü isə bu şəkildə yazılır. A son-in-law deyilir. Son-in-law. Gəlin, baldız, elti sözü isə bu şəkildə yazılır. A sister-in-law deyilir. Sister-in-law. Sadəcə gəlin sözü isə bu şəkildə yazılır. A daughter-in-law deyilir. Daughter-in-law. Gördüyünüz kimi burada 2 dənə gəlin sözü var. Bunlar arasındakı fərq nədir? Belə ki, baldız və yaxud da qayın gəlin haqqında danışırsa, onda deyir a sister-in-law. Yox, əgər qaynana öz gəlini haqqında danışırsa, onda deyir a daughter-in-law. Baxın, burada daughter sözü qızı deməkdir, qız övladı deməkdir. Yəni, qaynana öz gəlini haqqında danışanda da demir sister-in-law. Yəni, öz qızı kimi deyir daughter-in-law. Amma baldız və yaxud da qayın öz gəlinləri haqqında danışanda sister sözündən istifadə edir, yəni deyir sister-in-law. Və bu sözləri cəmdə yazmaq üçün biz S şəkilçisini, yəni S hərfini birinci gördüyünüz sözlərə əlavə edirik. Məsələn, qaynanalar demək istəsək, onda mother sözünə S əlavə edirik və bunu mothers-in-law olaraq tələffüz edirik. Mothers-in-law. Və digərlərində də həmçinin elə. Birinci sözə S əlavə edib cəmdə deyirsiniz, ondan sonra da in-law. Digər cümləmiz o problemləri haqqında danışır. Yəni artıq kimlə danışdığını demirik, nə haqqında danışdığını deyirik. Və belə olan halda biz talk sözündən sonra about işlədirik, ondan sonra da dərdimiz nədirsə onu deyirik. Son derece kötüyüm. Hiçbir şekilde konuşmak istemiyorum. Yani moralim 0. İndi cümləni tərcümə edəndə birinci deyirik o danışır, she talks. Ondan sonra da deməliyik problemləri haqqında. Yəni birinci haqqında deyirik about, ondan sonra da problemləri. Yəni her problems. Deməli burada problem bizim yeni sözümüzdür. Bu şəkildə yazılır. Problem deyilir. Problem. Və bir də istəsək biz bu cümləni sadəcə o problemlərindən danışır deyə bilərik. Yəni haqqında sözünü işlətməyə bilərik. Belə olan halda yenə cümləmizin tərcüməsi olacaq she talks about her problems. Yəni cümlədə haqqında sözünü işlətsəz də, işlətməsəz də ingilis dilində talk sözündən sonra about işlənir. Çünki biz burada nə haqqında danışdığımızı deyirik. İndi bura kimi kimlə danışdığımızı və yaxud da nə haqqında danışdığımızı dedik. İndi də gəlin eyni cümlədə həm kimlə danışdığımızı, həm də nə haqda danışdığımızı deyək. Məsələn, cümləmiz olsun, mən ona yeni layihəm haqqında danışıram. Birinci deyirik, mən danışıram, I talk, ondan sonra kimə danışıram? Ona. Bax, ona demək üçün deyirik to, him və yaxud da her, yenə də ona sözü kişi cinsindədirsə olur him, qadın cinsindədirsə her. Ondan sonra deməliyik nə haqqında danışırıq və bunun üçün də birinci about deyirik, ondan sonra da yeni layihəm, yəni my new project. Və burada layihə bizim yeni sözümüzdür. Bu şəkildə yazılır, project deyilir, project. Deməli, yadda saxlayırıq ki, belə bir cümlə quranda talk sözündən sonra birinci to deyirik, ondan sonra kimə danışırıqsa onu, sonra da about deyib nə haqqında danışırıqsa onu deyirik. Digər sözümüz danışmaq. To speak. Hansını ki daha öncə keçmişdik, hansısa dildə danışıram deyəndə bu sözdən istifadə edirdik. Məsələn, mən rus dilində danışıram. Olacaq I speak Russian.
Ve burada Rus dili bizim yeni sözümüzdür. Bu şekilde yazılır. Russian deyilir. Bu hem Rus hem de Rus dili demektir. Rusya sözü ise bu şekilde yazılır. Russia veyahut da Russia deyilir. Ve az önce biz öğrendik ki to talk danışmaq deməkdir. İndi ola bilər ki, düşünəsiz ki, mən burada danışıram sözünün yerində talk işlədim. Yəni deyim, I talk Russian. Amma belə demək olmaz. Neden? Neden? Belə ki, bu sözlərin hər ikisi danışmaq demək olsa da, biz hansısa dildə danışıram deyəndə ancaq speak sözündən istifadə edirik. Yəni, hansısa dildə danışıram deyəndə talk sözündən istifadə etmək olmaz. Və biz bu sözü indiyə qədər ancaq hansısa dildə danışıram deyəndə istifadə edirdik. Amma halbuki biz bunu kimləsə danışıram olaraq da işlədə bilərik. Yəni, deyə bilərik, mən Anarla danışıram. Olacaq, mən danışıram, I speak, ondan sonra da to Anar və yaxud da with Anar. Yəni, talk sözündə olduğu kimi speak sözündən sonra da həm to işlətmək olar, həm də with. Və bu feillərin hər ikisi eyni mənanı versə də, kimləsə söhbət etmək, yəni dialoq qurmaq əsasən talk sözü ilə istifadə olunur. Amma indi kimləsə danışmağımızı yox, nə haqqında danışmağımızı demək istəsək, onda speak sözündən sonra about işlədirik, ondan sonra da haqqında danışdığımız nədirsə onu deyirik. Məsələn, o özü haqqında danışır. Birinci deyirik, o danışır. He speaks və yaxud da she speaks. Ondan sonra da nə haqqında? Özü haqqında. Birinci about deyirik, yəni haqqında sözünü, ondan sonra da özü. Və özü sözü ingilis dilində şəxsə görə dəyişir. Yəni, mübtəda kişi cinsindədirsə, ona uyğun olaraq himself deməliyəm. Yox, əgər qadın cinsindədirsə, onda herself deyirik. Deməli, o özü kişi cinsində olur. Himself bu cür yazılır, himself deyilir. O özü qadın cinsində bu cür yazılır, herself deyilir. İndi cümləmizi biraz böyüdüb desək, o özü haqqında ingilis dilində danışır. Olacaq, o danışır, he speaks, özü haqqında, about himself, ondan sonra da ingilis dilində, yəni in English. Baxın, biz burada English sözünün qarşısında in işlədirik. Amma o ingilis dilində danışır deyəndə olur, he speaks English. Yəni, burada artıq in English demirik. İndi sual yaranır ki, mən nə vaxt in işlədim, nə vaxt işlətməyim. Deməli, yadda saxlayırıq ki, sadəcə hansısa dildə danışdığımızı deyiriksə, onda in sözünündən istifadə etmirik. Amma bir şeyin hansı dildə olduğunu deyiriksə, onda in sözünündən istifadə edirik. Yəni, bu cümlədə sadəcə ingilis dilində danışdığımızı dedik. Ona görə də in English demirik. Amma bu cümlədə özümüz haqqında məlumatın ingilis dilində verildiyini bildirdik. Ona görə də oldu in English. Və bu dediyim ancaq ingilis dilinə aid deyil, yəni başqa dillərdə də eyni qaydadır. Və az öncə biz o özü sözünü həm qadın, həm də kişi cinsində öyrəndik. İndi də gəlin digərlərini öyrənək. Məsələn, o özü orta cinsdə olur. Itself belə yazılır, itself deyilir. Mən özüm bu şəkildə yazılır, myself deyilir. Myself. Sən özün belə yazılır, yourself deyilir. Yourself. Siz özünüz belə yazılır, yourselves deyilir. Yourselves. Biz özümüz belə yazılır, ourselves deyilir. Ourselves. Onlar özləri bu şəkildə yazılır, themselves deyilir. Themselves. İndi demək istəsək, mən özüm haqqında danışıram, olur. I speak about myself. Digər sözümüz icazə vermək. Belə yazılır, to let deyilir. Let. Məsələn, o mənə burada qalmağa icazə verir. Birinci deyirik, o icazə verir. She lets. Sonra mənə, me. Sonra qalmaq, stay. Sonra da burada. Yəni here.
Və biz burada qalmaq sözünü məstər formasında dedik, amma cümləmizdə nə to stay deyirik, nə də staying. Yəni let sözündən sonra gələn bu feilimizi sadə formada işlədirik. Nə to əlavə edirik, nə də ing. Və ingilis dilində let sözü ilə düzələn bir neçə ifadələr var. Hansılar ki, gündəlik danışıqda çox istifadə olunur. Məsələn, biri let's go. Bu şəkildə yazılır, let's go deyilir. Gəlin gedək, gedək və yaxud da başlayaq kimi tərcümə olunur. Və bu ifadədəki let sözünün açıqlaması let us-dır. Və belə ifadələrdə sözbəsöz tərcümə etmirik, sadəcə bütünlükdə mənasının nə olduğunu öyrənirik. Yəni biz bunu sözbəsöz tərcümə etsək, olur icazə ver bizə gedək. Amma görürsüz biz burada demədik icazə ver bizə gedək. Biz bunu sadəcə gəlin gedək, gedək və yaxud da başlayaq olaraq tərcümə edirik. Digər ifadəmiz isə bu şəkildə yazılır. Let's face it deyilir. Let's face it. Düzünü deyək, reallığı qəbul edək deməkdir. Məsələn, düzünü deyək, sən mənim fikrimi bəyənmədin. Birinci deyirik düzünü deyək, let's face it, ondan sonra da sən mənim fikrimi bəyənmədin. You dislike my idea. Buradakı yeni sözümüz ideyadır. Bu şəkildə yazılır. An idea və yaxud da idea olaraq tələffüz olunur. Idea, idea. Digər ifadəmiz çox içmək. Amma su falan yox. Spirtli içki mənasında desək, onda olur to drink like a fish. Yəni belə yazırıq, to drink like a fish deyirik. Buradakı sözlərdən sadəcə fish bizim yeni sözümüzdür. Bu şəkildə yazılır, fish deyilir, mənası balıq deməkdir. Baxın, bir balıq desək olur a fish, balıqlar demək istəsək olur fish. Yəni, sözün qarşısındakı a artiklini işlətməsək, həmin söz cəmdə olur. İndi gəlin belə bir cümlə quraq. Məsələn, mənim yoldaşım bazar günləri çox içir. Birinci deyirik, mənim yoldaşım, my husband, ondan sonra çox içir, yəni drinks like a fish, baxın bu ifadəni deyirik. Ondan sonra da bazar günləri, on Sundays. Sonra digər ifadəmiz çox az yemək. Bu şəkildə yazılır. To eat like a bird deyilir. To eat like a bird. Və burada bird bizim yeni sözümüzdür, quş deməkdir. Məsələn desək, o həmişə çox az yeyir. Olacaq, she always eats like a bird. Amma indi çox az yemək yox, çox yemək demək istəsək, bu şəkildə yazırıq. To eat like a horse deyirik. To eat like a horse. İndi cümləmiz olsa, o həmişə çox yeyir, olacaq she always eats like a horse. Və indi öyrəndiyimiz bu ifadələri əslində biz də Azərbaycan dilində istifadə edirik. Sadəcə başqa heyvanlara bənzədərək. Məsələn, deyirik, o nəyisə ayı kimi edir. Görürsünüz, biz burada ayı sözündən istifadə etdik. İndi onlar da birində balıq sözündən istifadə etdilər, birində quş, birində də at sözündən. Yəni, çox az yeməyi quş kimi yeyir dedilər və yaxud da çox yeməyi at kimi yeyir dedilər. Yəni elə bizdə olan ifadələrdir, sadəcə heyvanları dəyişirik. İndi isə gəlin look sözü ilə işlətməyə bir neçə sifət öyrənək. Məsələn, o bədbəxt görünür. Birinci deyirik, o görünür, he looks, ondan sonra da bədbəxt, yəni unhappy. Deməli, bədbəxt sözü bu şəkildə yazılır, unhappy deyilir, unhappy. Və yaxud da desək, o bədbin görünür. Olacaq, she looks miserable. Yəni, bədbin sözü bu şəkildə yazılır, miserable deyilir, miserable. Amma bu sözün tərcüməsi ancaq bədbin demək deyil, həmçinin yazıq, çarəsiz, çox bədbəxt mənalarını verir. Digər cümləmiz pizza ləzzətli görünür. Birinci deyirik, pizza görünür, yəni the pizza looks, ondan sonra da ləzzətli, yəni delicious. Deməli, pizza sözü bu şəkildə yazılır, pizza deyilir, pizza. Ləzzətli, dadlı sözü isə bu şəkildə yazılır, delicious deyilir, delicious. Bugünlük yeni sözlərimiz və qaydalarımız bu qədər. İndi isə keçək ev tapşırığına. Birinci tapşırıqda yenə cümlələri tərcümə edirik. İkinci tapşırıqda səhvləri tapıb düzəldirik. Üçüncü tapşırıqda isə boşluqlara uyğun gələn söz önlərini yazırıq.
Tapşırıqlar da aydın oldusa, sağ olun, salamat qalın. Gələn dərs görüşmək ümidi ilə.